Dedim bəsdir də, yeri get o tərəfə də. İşim var mənim, get. Gəl. Buyurun müdür, məni çağırmısınız. Mən sənə dedim axı 3 aylık hesabatını çıxart gətir. Müdür, siz 1 aylıq demişdiniz axı. Cavab qaytarma, get 3 aylıq düzelt gətir. Yaxşı müdür. Yaxşı oğlum, get oyuncaqların oyunu biraz oynayarıq. Yaxşı, get, yaxşı. Yığışdır da buna, hər dəfə ayağımın altında qalır. Yemək hazırdır. İndi gəlmisən də, indi qızdırıb gətirirəm. Bir dəfə də mən gələndə vaxtında qoy yeməyi qabağıma. Nədir bu? Dedim bəsdir də, yeri get o tərəfə də. İşim var mənim, get. Yeri get oyuncaqlarla oyna. Biz səninlə eyləmişik axı. Uşaq oynamaq istəyir də, darıxır sənin üçün. Mən də neynəsəm sənin xoşuna gəlmir, əsəbləşirsən. Onun sadəcə sevgiyə ehtiyacı var. Mən belə bacarmıram. Dur. Git həyatım. Hardasan? Görüşə bilərik. Dayım olsa, atan pul olsa bugün belə olardı. O savadsız müdür məni çağırdı otağına, itin sözünü dedi. Mən də işimi itirməyim deyə heç nə demədim. Gəldim əsəbimin yazıq, günahsız yoldaşıma, o uşağa tökdüm. Bir söz deyəcəm, yəni səhv başa düşmə. Mən bu yerlərə dayda hesabına gəlməmişəm. Yadımdadır universitet vaxtlarında sənə dedim, gəl çalışaq, təcrübə alaq. Amma sən nə deyirdin? Deyirdin, atam anam pul göndərir, dolanıram. Deyirdim, gəl kursa yazılaq, özümüzü inkişaf elətdirək. Sən bəhanələr gətirirdin. Bugün hayatınızda verdiğiniz kararların, geleceğde sevdiklerinizin hayatına da təsir edeceğini unutmayın.